Başa düşürlər ki, din insanı bədbəxt eləyir. Yəni, bu dünyada bədbəxt eləyir, orada xoşbəxt eləyir. Vallahi elə deyil. Düzgün dinlə gedən burada da xoşbəxtdir. Çünki dinlə gedən qəlbin genişləndirir. Qəlb genişlənəndə 100 dənə dünya sığışar ona. Yəni, dünya problemləri onu bədbəxt eləyə bilməz. Nəsiminin məndə sığar ki, cahan məsələsi kimi. Yox, deməzdim. Yəni, o tamam, o Nəsimidəki məndə sığar iki cahan ki var ha. Bayaq dedik, birinci sual dedim, hər şey ikiyə bölünür ha. Sonradan bölünür başqa yerlər. Hər şey ikidir. İkilikdən yaranıb dünya. Ağ, qara, yaxşı, pis, gecə, gündüz, kişi, qadın, mənfi, müsbət. Bilirsiniz, hər şey ikilikdir. Və bütün bizim vücudumuz, varlığımız bu ikiliklərdən ibarətdir. Ondan sonra mürəkkəbləşib daha başqa hissələrə bölünüb, artıb, çoxalıb. Amma bir şey deyim sizə. Bu ikiliklərin arasında bir dənə nə var? Bir var, bir. O da insanın neydi? Canıdır, ruhudur. Çünki o birdən gəlib. O vahiddən gəlib. Ona görə burada həmişə qala bilməz. Bir müddət qalır, bir müddətdən sonra çıxır. Özü də açıqlama verir axı. Cövhər la məkan mənəm. O la məkan Allahdır da, onun cövhəriyəm. Oradan, o bir dənədən gəlmişəm, düşmüşəm ikiliyin içinə. Kövnü məkana sığmadım. Kövnü məkana sığmasam. Bu onu demək istəyir. Bəzi adamlar deyir ki, orada iki deseydi, cahan deməzdi, cahanlar deyərdi. Axı bizdə var ki, əgər rəqəm deyilirsə, cəm şəkilçisinə ehtiyac yoxdur. Ona ehtiyac yoxdur. Söhbət elə cahanın özünün iki hissəyə bölünməsidir. Cahan özü iki hissədən ibarətdir. Və mən Nəsimidən bir 30 dənə nümunə gətirərəm iki sözünü. Ulan hamısını ikən eləyək. Ey iki aləmdə varım, hardasan? Neyini onu da eləyək, ey ikən aləmdə varım, hardasan? Belə eləyək.